Salam Elçin müəllim. Salam qardaş. Bu suala zəhmət olmasa baxarız. Baxaq. Maraqlı sualdır. Maşınlara aid sualdır özdə. Mən izah edib sizə göndərəcəm bunu. Oldu mən. Əziz tələbələr, belə bir sual verilmişdir. Sual oxuyuram. 1-dən 10-a qədər nömrələnmiş, yan-yana yerləşən 10 yerdən qara, ağ və gümüşü rəngli 10 maşın dayanıb. Bu maşınlar və dayandıqları yerlər haqqında aşağıdakılar məlumdur. 4 şərt verib bizə və buna əsasən sual soruşur ki, sonda aşağıdakı nömrələnmiş yerlərdən hansında deyir, ağ maşın dayana bilməz. Maşınlardan ikisi qara, 5-i ağ, 3-ü gümüşüdür. 4 nömrəli yerdə gümüşü rəngli maşın dayanır. Yəni 4 nömrəli yerə yazırıq gümüşü rəng. Qara maşınlar yan-yana dayanır. Yəni gördüyünüz kimi bizim 2 qara maşınımız var. Yuxarıda bizə demişdi ikisi qaradır və bunlar yan-yana dayanmalıdır. Ağ maşınların heç biri yan-yana dayanmır. Təsəvvür edin 5 maşınımız var ağ rəngdə və bu maşınların heç biri yan-yana dayanmamalıdır. İlk növbədə aşağıda bax belə bir söz deyir. Gümüşü maşınlardan birinin 6 nömrəli yerdə dayandığı məlumdursa. Yəni 6-cı yerdə gümüş yazırıq. Artıq bizim 3 gümüşü maşınımızdan ikisini yerləşdirmişik 4-cü və 6-cı yerlərə. İndi bizdən soruşur ki, hansı nömrəli yerdə deyir, ağ maşın dayana bilməz. Bunu soruşur. Təbii ki, biz qara maşınların yan-yana durmasından istifadə edib bunu tapa bilərik. Demişdi ki, qara maşınlar yan-yana dayanmalıdır. Əgər mən 1 və 2-yə qara maşın yazsam, 5 dənə ağ maşını bir-birinə yanaşı olmamaq şərti ilə düzə bilmirəm. Eyni zamanda 2-ci və 3-cü yerdə qara maşınlar dayansa, yenə də düzə bilmirəm. Yəni, yalnız qara maşınlar 8 və 9-cu yerdə dayanmalıdır ki, mən ağ maşınları bir-birindən uzaqda olan vəziyyətdə düzə bilim. Yəni, məsələn, düşünə bilərsiniz ki, biz niyə görə qara maşınları 7 və 8-ci yerlərə yazmadıq? Baxın, 7 və 8-ci yerə qara maşın yazsaq, bu zaman ağ 1, 3, 5, 9 və 10-cu yer. Gördüyünüz kimi yenə yan-yana düşür. Amma bizə demişdi ki, ağ maşınların heç biri yan-yana dayanmır. Yəni, bu şərti nəzərə alaraq biz yalnız 8 və 9-cu yerlərə qara maşınları yazmalıyıq ki, ağ maşınlar bir-biri ilə yanaşı dayanmasın. İndi sualda bizə deyir ki, hansı yerdə ağ maşın dayana bilməz? Təbii ki, gördüyünüz kimi aşağıda qeyd etmişəm. 1-ci, 3-cü, 5-ci, 7-ci və 10-cu yerdə dayanmalıdır. Biz də cavab variantlarını açsaq əgər 1, 3, 5, 7 gedir. Yerdə qalır Y variantı, yəni 9-cu yerdə ağ maşın dayana bilməz.